Təmizlik vlogu ilə gəldim. Amma ki, ev təmizliyi ilə deyil, Məryəmin oyuncaqları, onun əşyalarını təmizləmək vlogu ilə gəldim. Həm manejini təmizləyəcəm, həm də ki, yemək stolunu. Hər gün silirəm, təmizləyirəm, ancaq yenə də mənasızdır. Həftədə bir dəfə onu bütün obşu söküb təmizləməliyəm ki, o çörək qırıntıları oradan təmiz götürə bilim, çıxarda bilim oradan hamısını. Və gələk əsas məsələyə. Ən çox eşitdiyim suallar. Ev işlərini necə çatdırırsınız? Qabları necə yuyursunuz? Evləri necə təmizləyirsiniz? Necə yemək bişirirsiniz? Necə uşağa baxırsınız? Və hər gün çıxıb gəzirsiniz? Hətta siz videolarda çəkirsiniz. Bunu necə sığdırırsınız bir günə? Mən bunların heç birisini çatdıra bilmirəm. Deyən qızlarım, mən də sizin kimiyəm, mən də çatdıra bilmirəm. Ancaq bacardığım qədər Məryəmin oyun oynamağından, yatmağından istifadə eləyirəm. O yatanda, oyun oynayanda mən də ki, evləri yığışdırıram, həm nərəfədə təmizlik eləyirəm, videolarımı çəkirəm. Yerdə qalan işlərim də qalır. Bacardığım qədər gün ərzində hissə-hissə bunları eləməyə çalışıram və ən əsası əlimizi cəld eləməliyik. Əlimiz cəld olduğu müddətcə hər bir işi görüb bitirmək olar. Bunları da təmizləmək zülüm deyə zülüm. O qədər yerləri var ki, təmizləyəsən bitmək bilmir. Məryəmə mən şokolad vermişdim yeməyə. Ona görə bütün yemək masası da, maneji də, bütün hamısı şokoladdır. Şokolad da yağlıdır, əriyib, tökülüb, it gününə qoymuşduq. Nə qədər silib təmizləsəm də yenə mənasız idi. Dedim, axırda ev yoxdur. Bunu mən söküb töküb qəşəngsənə bir dəndə silərəm belə. Ondan da bitmiş olar. Və mən uşağı bir o qədər sıxan deyiləm. Əlinə çörək verirəm. Nə bilim, xiyar yeməyi xoşlayır. Ən çox xiyar yeyir deyə bütün xiyarı verirəm. Ya mandalin verirəm. Evdə bildiyiniz bütün hər tərəfi batırır da. Yenə də onun tökdükləri mənim üçün xoş olur. Təmizləmək də bir o qədər də çətin olmur təmizləmək mənim üçün rahat gəlir. Amma bunları təmizləmək, maneji ilə yemək stolunu təmizləmək mənə çox çətin gəlir. Çünki təmizlənəsi yerləri çoxdur. Buradan təmizləyirəm. Baxıram ki, orası qaldı. Orasını təmizləyirəm, baxıram ki, burası qaldı. Vapşi deyirəm qızlar, uşağa baxmaq çox çətindir. Həqiqətən zülümdür, zülüm. Mənim mamam həmişə deyir ki, mənim mamam daxil olmağına bir çox analar həmişə deyir ki, 9 ay səni qarnımda daşımışam. O sözü mənə mamam deyəndə mən həmişə gülürdüm ki, əşeyi sən də 9 ay qarnında saxlamısan, gəlib o mənim başıma niyə vurursan? Da bəsdir də, vurma başıma. Amma özüm ana olandan sonra o hamiləlik müddətində o çəkdiyim o əziyyəti, o zülümü heç bir qadına arzulamıram. Çünki həqiqətən çox çətin idi, çox zülümlü idi. Elə buradan da anamdan özür dilərim. Öpücüklər göndərirəm sənə, mama. Ona görə analarımızın qədrini bilməliyik, analarımıza dəyər verməliyik, sevgi verməliyik. Onların elə eləməliyik ki, əziyyətləri boşa getməsin. Siz də mənim bu vlogumu bəyəndinizsə, çoxlu yorum yazmağı və bəyənməyi unutmayın.